Bu dərsimizdə object metodları ilə tanış olacağıq. İlk olaraq object sözünün mənası Azərbaycan dilində hər hansısa bir cisim, varlıq, bir sözən obyekt kimi tələffüz olunur. Ancaq bu proqramlaşdırmada daha fərqli mənaya gəlir. Proqramlaşdırmada object real dünyadakı bir şeyi təmsil edən bir strukturudur, bir termindir. Yəni, obyekt insanın şəxsiyyət vəsiqəsi rolunu oynayır. Necə ki, şəxsiyyət vəsiqəsində insanın adı, soyadı, yaşı, qan qrupu və digər məlumatlar toplanır. Obyekt dəyişkənində, belə deyək, bu məlumatlar da öz yerinə əks etdirir. İndi bir dəyişkənə obyekt yazmaq üçün gəlirəm burada, misal, let user yazıram və dırnaqlı mötərizəni açaraq burada obyektin açar sözünü, yəni key-yə əlavə edirəm. Misal, name-i və 2 nöqtə qoyuram və adını yazıram. Tutalım ki, Əli və vergül qoyuram. Digər alt sətirdə soyadını yazıram. Surname yazıram və 2 nöqtə qoyuram. Misal, Vəliyev və vergül qoyuram və daha sonra insanın yaşını burada qeyd edirik. Tutalım ki, 25. Baxın, həm string bir tipi, həm də number bir tipi bu şəkildə yazmış olduq. Və bizim hal-hazırda öyrənmədiyimiz, ancaq dərsimizi irələdikcə keçəcəyimiz funksiya metodları vardır ki, biz bura funksiyanı da əlavə edə bilərik. Funksiyanda misal bu şəkildə yazırıq. Speak və konsola tutalım ki, bura salam yazaq. Və bu şəkildə funksiyanı da əlavə etmiş oluruq. Və mən bu user'ı konsolda göstərdiyim zaman user yazıram və konsola baxırıq. Baxın, bu şəkildə dırnaqlı mötərizə içərisində insanın yaşını, adını, adı bura səhv yazmışam, name, təzən gəldim, adını, funksiyasını əlavə etmiş oldu. Və mən tutalım ki, obyektdən adı çağırmaq istəyirəm. User.name əlavə edirəm. Baxın, user.name dediyim zaman konsola Əli yazısı gəlmiş oldu. Və yaxud da ki, yaşı burada qeyd etmək istəyirəm, göstərmək istəyirəm və yaş 25 şəklində gəlmiş oldu. Və funksiyanı çağırmaq üçün isə user.speak metodunu yazaraq bu şəkildə mötərizəni açırıq və salam yazısı gəlmiş oldu. İndi altdan undefined yazısının da gəlməsinin səbəbi biz obyekt içərisində bir funksiya tanımladıq və onun içərisinə konsola əlavə etdik. Birinci konsoldakı yazını yazdı, salam yazısını və ikinci konsol artıq burada tanımlanmamış bir ad kimidir. Ona görə də ikinci funksiya bizə undefined cavabını verdi. Əgər mən gəlib burada bu konsolu silsəm və təkrar baxdığım zaman baxın, undefined yazısını burada görməmiş olacaq. Çünki artıq ikinci konsolu burada biz tanımlamadıq. İndi JavaScript-də ən çox istifadə olunan obyekt metodları ilə gəlin tanış olaq. İlk olaraq obyect.keys metodundan istifadə edəcəyik. Ümumiyyətlə dedik ki, obyekt key və value'lardan ibarət olur. Burada value ya number tipində ola bilər, ya da string tipində ola bilər və yaxud da ki, array tipində də ola bilər. Hələ ki, array yazmamışıq. Ancaq baxdığımız zaman key burada yazılış olaraq string kimi görünmür. Yəni, burada dırnaq yoxdur. Amma JavaScript onu avtomatik string kimi saxlamış olur. Bunu indi örnəklərdən görmüş olacaq. İlk olaraq obyect.keys metodundan tanış olaq. Gəlirəm burada
Bunu silirəm. Və konsola obyekt nöqtə keys metodunu yazıram və mötərizənin içərisində obyekt dəyişənini əlavə edirəm. User bura qeyd edirəm və baxdığım zaman bir array içərisində keyləri bu şəkildə yazmış oldum. Name, surname, age və speak. Burada speak funksiya olsa belə bunun özü də bir key kimi gəlmiş olur və array'in içərisinə bu şəkildə əlavə etmiş olacaqdır. Biz obyekt içərisindən hər hansısa bir dəyəri, yəni value-nu götürmək üçün bu şəkildə də yaza bilərik. Konsola user qapalı mötərizədən istifadə edərək dırnaqların içərisində tutalım ki, name açar kəlməsini yazırıq. Və bu şəkildə yazdığımız zaman 50 dəyərini almış olacaq. İndi mən bunu nəyə görə yazdım? Bunu silirəm və bu metodun real layihələrdə necə istifadə olunacağını göstərmiş olacağım. Baxın, for each metoduna istifadə edəcəyik. Hal-hazırda biz bu metodu keçməmişik, ancaq keçdiyimiz vaxtı daha aydın başa düşəcək. Hal-hazırda bu metod bu şəkildə yadda saxlayın. Environment qeyd edirəm. Misal atıram, key yazıram bura və bərabərdir ox işarəsi ilə dırnaqlı mötərizəni asıram və konsola ilk olaraq key yazıram və daha sonra user qapalı mötərizədən istifadə edərək key bu şəkildə əlavə edirəm və burada yeniləyirəm. Bunu hal-hazırda yoruma alaq və baxdığım zaman baxın, name Əli, surname Vəliyev və age 25 şəklində gəlmiş oldu. Biz burada həm keyləri, həm də value-ları bu şəkildə ayırmış olduq. Daha sonra sadəcə dəyərləri qaytarmaq üçün object.values'dan istifadə edəcəyik. Bu şəkildə yazıram və bunu buradan silirəm. Konsola bu metodu əlavə edirəm və yenə baxdığım zaman value-ları array'in içərisində bu şəkildə düzmüş olacaqdır. Bunu indi keçmiş metodlarımızdan yadımızda salsaq, misal bura mən A yazıram, buna 25 dəyərini verək, B yazıram, 30 dəyərini verək və C yazıram, yenə 25 dəyəri olsun və gəlirəm burada const total yazıram və object nöqtə values'dan istifadə edirəm, çünki bizə value'lar lazımdır. Values və burada reduce metodundan istifadə edərək hal-hazırda bu bir array rolunu oynayır və arraylərdən də öyrəndiyimiz reduce metodundan istifadə edərək bura özümdən hər hansı bir tutalım ki, A və B hərflərini qeyd edirəm və ox işarəsi ilə A plus B yazıram, virgül qoyuram və 0 dəyərini bu şəkildə əlavə edirəm. Bu 0 bizdə bu dəyər kimi hesablanır. B isə array içərisində olan dəyərlər kimi hesablanır və topladığı zaman bizə buradan console.log'dan istifadə edərək totalı yazıram və 80 cavabını almış olduq. Çünki hər bir dəyər topladığı zaman 80 cavabını vermiş olacaqdır. Keçmiş array dərsində olan metodlardan da bu şəkildə istifadə olunur. Biz obyekti array'e çevirərək array'in metodlarından da bu şəkildə istifadə edə bilərik. Daha sonra key və value cütlərini qaytarmaq üçün object.entries metodundan istifadə edəcəyik. Bunu da dala qaydaq.
Və konsolda object nöqtə entries metodundan istifadə edirəm və user'ı bu şəkildə yazıram. Və baxdığım zaman burada hər bir key və value dəyəri bir array içərisində toplanıb, bu şəkildə ayrı-ayrı yazılıb və bu bütöv olaraq nested bir element kimi sayılır. Çünki array içərisində birdən çox arraylər vardır. Və mən gəlib burada 0-cı indeksi bu şəkildə almaq istəsəm, baxın 0-cı indeksdən name'i 50 olan dəyəri bu şəkildə almış ola biləcəyik. Bu metodu ən çox bu şəkildə istifadə edirik. Gələm burada object nöqtə entries yazıram və user bu şəkildə əlavə edirəm. Hal-hazırda bu array'dir. Array metodlarından map metodu ilə tanış olmuşduq. Və burada array içərisində key yazıram və value-nu bu şəkildə yazıram. İndi nəyə görə array içərisində yazmış olduq? Bunu izah edəcəm. Ox işarəsi ilə gəlirəm dırnaqlı mötərizəni əlavə edirəm və konsola bu şəkildə yazaq. Yan dırnaqlardan istifadə edirəm və dollar işarəsini qeyd edərək key yazıram və 2 nöqtə qoyuram. Dollar işarəsi ilə yenidən istifadə edirəm və bura value-nu əlavə edirəm. Və baxdığım zaman, baxın name 50, surname Vəliyev və age 25 şəklində almış olduq. İndi nəyə görə map içərisində qapalı mötərizədən istifadə edərək bu şəkildə yazdıq? Çünki hal-hazırda map metodundan istifadə etdiyim zaman array'in hal-hazırda içərisindəyəm və buradakı dəyərlər də baxın görmüş olduğunuz kimi bir array içərisində bu şəkildə yazılmışdır. Mən destructure'ın sintaksi yazılışından istifadə edərək bu şəkildə qapalı mötərizələr qoydum və bu dağıdıcı rol oynamış oldu. Yəni içərisindəki dəyərləri qapalı mötərizədən çıxartdım və konsola key və value şəklində yazmış oldum. Və baxdığım zaman dəyərləri bizə bu şəkildə vermiş oldu. Əgər mən gəlib qapalı mötərizə yazmasaydım və bunu da silirəm və konsola sadəcə key və value-nu yazırıq və baxın key olaraq name və 50-ni verdi. Yəni array'in içərisindəki dəyəri verdi. 0-cı indeks olaraq. Ancaq ikinci dəyər olaraq, yəni value-nu bizə hansı indeksdə olduğunu göstərmiş oldu. Bu map metodu və yaxud da ki for each metodu bunlar avtomatik olaraq bizə ikinci dəyər olaraq indeksin nömrəsini qaytarmış olur, yəni dəyərini qaytarmış olur. Ona görə də ikinci indeksi bizə avtomatik olaraq hansı indeksdə yerləşdiyini bu şəkildə göstərmiş oldu. Yəni birinci array'in içərisindəki olan dəyərlər 0-cı indeksdə olur, ikinci array'in içərisindəki olan dəyərlər 1-də və üçüncü array'in içərisindəki olan dəyərlər isə ikinci indeksdə olduğunu biz görmüş olduq. İndi nested elementi, yəni entry'si obyektə çevirmək üçün from entries metodundan istifadə edəcəyik. Bunu mən buradan silirəm və bunu bir dəyişənə əlavə edirəm. Let value yazıram bərabərdir. Bu şəkildə dəyişənə əlavə etdik. Daha sonra konsolda object nöqtə from entries metodundan istifadə edirəm və bura value-nu əlavə edirəm. Və baxdığım zaman, baxın, hal-hazırda konsolda value bu şəkildə görünür. Baxın, array içərisində array olduğunu biz görmüş olduq. Ancaq ikinci konsolda həmin bu
nested elementi bir obyektə çevirmiş olduq. Yəni from entries metodu ilə bir obyektə bu şəkildə çevirmiş olacaq. İndi daha çox istifadə olunan metodlardan biri object.assign metodudur. Bunu örnək ilə sizlərə göstərmiş olacağam. Gəlirəm burada ikinci dəyəri bu şəkildə kopyalayıram. Bu user 2 olsun, bu isə user 1 olsun. Burada ad olaraq Vəli yazıram. Bura Vəliyev və yaş olaraq da 35 yazıram. Və daha sonra konsolda object.assign metodundan istifadə edirəm və hədəf obyekti kimi, yəni nəticə hara yazılacağını bu şəkildə boş bir dırnaqlı mütərizəni əlavə edirəm və daha sonra user 1-i və user 2-ni bu şəkildə yazıram. Hal-hazırda yeni bir user yaranmış oldu. Biz nə user 1-i, nə user 2-ni dəyişməyərək yeni bir user yaratmış olduq. Bu yeni userımızda ikinci userımız oldu və burada konsolda user 1-ə və user 2-yə baxdığımız zaman baxın user 1 olduğu qaydadadır, user 2 də olduğu qaydada yazılıb. Ancaq mən gəlib burada deyək ki, yaşı yazmıram və bu mütərizəni də əlavə etmirəm. Və baxdığım zaman baxın, birinci konsolda yazdığım dəyər Vəli, Vəliyev və 35 kimi gəlmiş oldu. Bu normaldır. İkinci user 1-ə baxdığım zaman baxın, burada yaş olmasa belə yaşı bura əlavə etmiş oldu. Çünki burada object.assign metodundan istifadə etdik və hədəf obyektini qeyd etmədiyimiz üçün age-i bu şəkildə kopyalamış oldu user 1-ə. Və üçüncü dəyər olaraq age 35-i görürük. Və user 2-də yenə eyni qaydada Vəli Vəliyev 35 şəklində görmüş oluruq. Yəni hədəf obyektini qeyd etmədiyimiz zaman user 1 içərisində hansı dəyəri yoxdursa, user 2 o dəyəri əlavə etmiş olur. Əgər biz heç bir dəyərin dəyişməsinə icazə vermiriksə, yəni həm user 1 olduğu qaydada qalmış olsun və user 2 də yenə eyni qaydada qalmış olsun, sadəcə kopyalayaraq yeni bir user əlavə etsin və bu dəyərlər dəyişməsin. Bu dəyərlərin dəyişməməyini istəyiriksə, hədəf obyektini bu şəkildə yazmış oluruq. Və baxdığımız zaman, baxın, user 1 age-i qəbul etmədi, yəni yaşı qəbul etmədi. Daha sonra obyekti tam kilidləmək üçün object.freeze metodundan istifadə edəcəyik. Bunları bu şəkildə silirəm və object.freeze metodundan istifadə edirəm və user 1-i bu şəkildə yazmış olalım. Daha sonra tutalım ki, user 1-ə yaşı əlavə edək bu şəkildə və bərabər eləyək 25-ə və yaxud da ki user 1 içərisindən name-i bərabər eləyək Vəliyə və konsola baxdığımız zaman user 1 yazıram, daha doğrusu user 1 və baxdığım zaman baxın, name əli olaraq qalmış oldu, surname Vəliyev olaraq qalmış oldu və nə age əlavə olundu, yəni nə yaş əlavə olundu, nə də ki ad dəyişmiş oldu. Yəni biz hər hansısa bir dəyərin dəyişməyini və yaxud da ki, hər hansısa bir dəyərin əlavə olunmamağını istəyiriksə, obyektin altına bu şəkildə yazmış oluruq. Yəni bunu mən gəlib bunun üzərinə əlavə etsəm, baxın, yaş
olaraq 25 əlavə edilmiş oldu. Çünki əlavə etdiyim yaşın altındadır. Ona görə də funksiya yuxarıdan aşağıya doğru çalışdığına görə birinci növbədə 25-i, age 25-i obyekt içərisinə əlavə edəcək və daha sonra dondurmuş olacaq, hər hansısa bir dəyişiklik olmayacaq və user bir nöqtə name'i dəyişməyəcəkdir. Əgər mən gəlib bunu da bunun üzərinə əlavə etsəm, baxın, name vəli olaraq dəyişmiş olacaqdır. Və bizim object.seal metodumuz vardır ki, bu da yeni key əlavə etmir, amma həmin keyin valuesunu dəyişmək olur. Bunu bu şəkildə izah edim. Misal, user1.age yazdım, bura əlavə etdim, düzdürmü? Bunları mən Ctrl-X ilə silmiş olam və bura seal metodunu yazıram və user1-i bu şəkildə yazırıq. Daha sonra gəlirəm burada eynən user1.age 25 şəklində yazıram və konsola baxdığım zaman baxın, əlavə olunmadı. User1.age əlavə olunmadı. Ancaq mən gəlib burada name'i vəli olaraq dəyişmək istəsəm, baxın, name'i vəli olaraq dəyişmiş oldum. Yəni, obyekt içərisindəki hər hansısa bir keyin valuesunu dəyişmək istəsək, object.seal metodundan istifadə edəcəyik. Ancaq biz obyekt içərisinə yeni bir key və yaxud da ki, yeni bir value əlavə edə bilməyəcəyik. Object.seal metodundan istifadə edərək. Daha sonra açar sözün, yəni keyin obyektdən məxsus olub olmadığını yoxlamaq üçün object.hasOven metodundan istifadə edəcəyik. Və burada birinci dəyər olaraq obyekti qeyd edirəm. İkinci dəyər olaraq da name'i yazmış olam. Və bunu konsolda yazsaq, üzr istəyirəm. Bunu buradan Ctrl-X edirəm, bura əlavə edirəm. Və səliqəli hala salaq. Bunu səliqəli hala salaq. Baxın, bizə boolean bir dəyər döndürmüş oldu. Yəni, true cavabını vermiş oldu. Çünki name adı, name keyi, üzr istəyirəm, bura daxildir. Ancaq mən gəlib bura age yazdığım zaman, baxın, false bir dəyəri almış olacaq. Çünki age adında bir keyimiz obyekt içərisində yoxdur. Yeni bir obyekt yaratmaq üçün isə object.create metodundan istifadə edəcəyik. Gəlirəm burada misal const new user yazıram və bunu bərabər eləyirəm. Dırnaqlı mötərizə açıram və baxın, bu funksiyanı yorumdan çıxardıram. Ctrl-X ilə bura əlavə edirəm. Kodumuzu səliqəli hala salaq və daha sonra object.create metodundan istifadə edirəm və new user'ı bura əlavə edirəm. Baxın, hal-hazırda içərisi boş bir obyekt kimi görünmüş olur. Yəni, bizim yazdığımız metod obyekt içərisinə deyil də prototip içərisində, baxın, bu şəkildə yazılmış oldu. Biz prototip mövzusunu da keçsək, bunu qısa olaraq bu şəkildə yadda saxlayın. Hər bir funksiyanı bu obyekt içərisinə əlavə etmək lazım deyil. Çünki çox yer tutacaqdır. Ona görə də real layihələrdə çox yer tutmasın deyə prototip içərisinə funksiyaları bu şəkildə əlavə edirik. Və bunu, yəni bu funksiyanı çağırtmaq istəsəm, gəlirəm burada let value bərabərdir. Bunu yazıram və value.speak metodunu bu şəkildə yazıram. Daha doğrusu çağırıram. Baxın, funksiya içərisində yazdığımız salam yazısı konsolda görünmüş oldu.
Daha sonra obyektin property metodları ilə gəlin tanış olaq. Property yəni xüsusiyyət deməkdir. Burada ilk öncə obyekt.getOven property descriptor metodu ilə tanış olacaq. Yəni bu metod property haqqında tam məlumat verir. Gəlirəm burada bizim let user bir obyektimiz vardır. Mən bunu konsolda object nöqtə get own property descriptor metodundan istifadə edirəm və ilk olaraq user bir obyektimi yazıram. Daha sonra hansı key'i əlavə edirəm. Misal name'i bura əlavə edirəm və bunu üzr istəyirəm string formatında vermiş oluram və baxdığım zaman baxın value 50 olaraq gəlmiş oldu. Yəni user bir obyektin key'ini, yəni name'ini vermiş olduq və value-nu bizə 50 olaraq göndərmiş oldu. Daha sonra configurable true olaraq gəldi, enumerable true olaraq gəldi, writable true olaraq gəldi. İndi bu üçünün nə rol oynadığını define property metodundan istifadə edərək görmüş olacaq. İndi mən gəlirəm burada boş bir obyekt yazıram. Bunun içərisini define property metodu ilə obyektimizin, yəni user birimizi bu şəkildə qeyd edirəm. Bu bir boş bir obyektdir. Bunu bu şəkildə göstərək və name'ini yazdıq. Daha sonra value əlavə etmək üçün gəlirəm vergül qoyuram. Dırnaqlı mütərizəni açıram və burada value 2 nöqtə qoyuram və 50 adını bura yazmış oluram. Daha sonra vergül qoyuram. Baxın, writable'ı dəyişmiş oluram. Writable true idi. Mən false deyə verirəm. Avtomatik olaraq bizə writable true gəlmişdi. Mən isə bunu dəyişdim, false olaraq qoydum. Çünki define property metodu ilə property-ni artıq özümüz idarə etmiş olduq. Və console.logda mən gəlib bunu üzr istəyirəm. Buradan silirəm. User biri konsolda göstərmiş olam. Baxın, name 50 olaraq gəlmiş oldu. İndi mən burada bir dəyişiklik etmək istəyirəm. Misal, user bir nöqtə name'i mən vəli ilə dəyişmək istəyirəm. Və konsolda user bir deyə yazıram və konsola baxırıq. Baxın, adlar dəyişmədi. Adlar olduğu kimi burada qalmış oldu. Yəni 50 dəyəri bizə gəlmiş oldu. Çünki biz writable false deyə vermişik. Mən bunu true yazsaydım, baxın, name vəli olaraq dəyişmiş olacaqdı. Bu writable'ı başa düşdük. İndi enumerable nə işə yarayır? Bunu gəlin görmüş olaq. Mən yenə burada enumerable false verirəm. Bu da avtomatik olaraq true gəlirdi. Mən bunu false deyə verdim. Burada password olsun. Yəni şifrə olsun. Bura mən password deyə yazıram. Daha sonra password'ımızın key'ni secret deyə qoyuram. Və value olaraq 1, 2, 3 deyə yazıram. Və konsolda misal bu şəkildə yazaq. Object nöqtə keys metodundan istifadə edirəm ki, hər bir keylərini, value'larını mənə göndərmiş olsun. Object nöqtə keys password deyə yazıram. Və konsola baxdığım zaman baxın, içərisi boş bir array gəlmiş oldu. Buna səbəb enumerable false deyə yazmışıq. Və bu loopda artıq görünməz bir vəziyyətdə olur. Bunu görmək istəyiriksə console.logda password nöqtə secret deyə yazırıq və baxdığımız zaman 1, 2, 3 dəyərini bu şəkildə görmüş olacaq. Daha sonra configurable false olduğu zaman gəlirəm burada
configurable false deyə yazıram və tutalım ki delete ilə password nöqtə secret dəyərini mən silmək istəyirəm. Və konsola baxdığım zaman burada password silinməmiş olacaqdır. Çünki configurable false deyə gəlmişdir. Mən bunu true yazsaydım, baxın artıq objenin içərisi boş şəklində gəlmiş olacaqdır. Biz sadəcə bir dəyər vermiş oluruq. Yəni bir key və bir value yazaraq bu işləmləri həyata keçirdik. Ancaq birdən çox property-ni yazmaq istəsək, gəlirəm burada define properties metodundan istifadə edirəm və burada ilk olaraq password-ı silək. Burada user yazaq və user-ı bura qeyd edirəm. Yəni obyekti bura yazmış oluram. Daha sonra bunu buradan silirəm və dırnaqlı mötərizəni açaraq name-i bura əlavə edirəm və insanın adını yazıram. Daha sonra tutalım ki yaşını yazıram 25 şəklində. Aha, yəni bu birdən çox dəyərləri bu şəkildə yazmış olaq. İndi mən user nöqtə name-i buradan silmək istəsəm, üzr istəyirəm, bura user yazıram və baxıram. Aha, user nöqtə name. Mən bunu hələ ki qeyd etmirəm. Bizə error xətasını verdi. Baxırıq errora. Tip error. Yəni burada düzgün yazmamışıq. Çünki key bu şəkildə yazılır. Value-nu isə yenə dırnaqlı mötərizəni əlavə edirəm və value yazaraq əli adını bura, yəni əli dəyərini bura əlavə etmiş oluram. Və eyni qaydada yaşı dırnaqlı mötərizəni açıram, value deyə yazıram və 25 rəqəmini bu şəkildə verirəm. Və burada bir daha xəta oldu. Bu xətanı da bunu silərək doğru bir cavabı almış olacaq. Burada name 50 və age 25 şəklində gəlmiş oldu. Bayaq bizdə bu xüsusiyyət error vermişdi. Çünki bu şəkildə yazdığımız zaman yazılış qaydasına riayət etmədik. Bunu mən buradan götürürəm və error verməməsi üçün baxın gəlirəm, bura əlavə edirəm. Bura əlavə edirəm və eyni qaydada age-də də bunu bu şəkildə bura əlavə edirəm və kodumuzu səliqəli hala salıram. Baxın bu şəkildə yazırıq və bu şəkildə yazdığımız zaman heç bir error gəlməmiş olacaqdır. Mən misal buna false dəyərini verirəm və user nöqtə name-i mən silmək istəsəm, baxın silə bilməyəcəm. Ancaq age-i silmək istəsəm, baxın age silinəcəkdir və sadəcə name 50 olaraq bir obyekt qalmış olacaqdır. Və son olaraq bizdə, daha doğrusu son metod olaraq bizdə bunu silirəm. Get on property names metodu vardır. Burada da konsolda object, bunu silirəm, object nöqtə get on property names metodunu bu şəkildə yazıram və user-ı əlavə edirəm. Və baxdığımız zaman hər bir keyləri bir array-in içərisində bu şəkildə yazmış olacaqdır. Name və age keylərini biz görmüş olduq. Və dərsin sonunda bir də JSON objesi ilə gəlin tanış olaq.
JSON obyeksi bir data formatdır. Məlumat ötürmək üçün istifadə olunur. Həm frontenddə, həm də backenddə. İndi normal JavaScript obyekti ilə JSON formatında yazılmış obyekt arasındakı fərq ondan ibarətdir ki, JSON obyektində keylər string formatında yazılmış olur. Bunu bu şəkildə izah edim. Misal, bura mən name olaraq Əli və yaş olaraq 25-ə əlavə edirəm. Və mən bu user'ı JSON formatına belə deyək, çevirmək istəsəm, bunu silirəm və bura JSON böyük hərflərlə JSON.stringify metodundan istifadə edirəm. Və JSON.stringify nə oldu? Bir daha yeniləyirəm. Baxın, name, yəni key string formatında gəldi, age string formatında gəldi və bir də gəlin bir də type of-a baxaq. Tip olaraq hansı formatda bizə gəlmiş oldu? Baxın, string formatında gəlmiş oldu. Yəni bunun özü də bir string formatındadır. İndi bunun yazılışını, yəni JSON obyektinin yazılışını gəlin real JavaScript obyektinə çevirərək görmüş olaq. Bunu silirəm və gəlirəm burada. Misal let JSON yazıram. Bunu bərabər edirəm. İlk olaraq tək dırnaqdan istifadə edirəm və bura dırnaqlı mötərizəni əlavə edirəm. Və key 2 dırnaqdan istifadə edirəm və name olaraq yazıram. Və value-da eyni qaydada yenə 2 dırnaqdan istifadə edərək Əli dəyərini yazmış olam. Və bunu real JavaScript obyektinə çevirmək üçün JSON.parse metodundan istifadə edirəm və JSON-ı bura yazıram. Baxın, normal obyekt kimi gəlmiş oldu və mən bunun tipini type of yazaraq görmək istəyirəm. Baxın, object tipində gəlmiş oldu. Object metodlarından deyəcəklərim bu qədər. Real layihələrdə lazım olan bütün obyekt metodları haqqında məlumatı nəzərinizdə çatdırmış oldum. Əgər hər hansısa bir metodu deməmişəmsə, real layihələrdə həmin metoddan istifadə edəcəyik və real layihələrlə çalışdığımız zaman bu metodları daha da mənimsəmiş olacaq. Bu dərsimizdən də bu qədər. Gələn növbəti dərslərimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.